Sabahla bağlı xəbərdarlıq edildi. Belə ki, güclü qar yağacaq, yolları isə buz bağlayacaq. Gündəm xəbərin efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, bugün yanvarın 26-sı və yanvarın 27-sinə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən isə yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi, gündüz isə şimal-şərq küləyi ilə əvəz olunacaq. Bəs Azərbaycanın rayonlarında hava şəraiti necə olacaq? Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacaq, qar yağacaq. Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq və qərb küləyi ilə bağlı bəzi dağlıq və dağətəyi rayonlarda qərb küləyinin güclənmə ehtimalı var. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 5-9 dərəcə isti olacaq. Dağlarda isə gecə 6-11 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq rayonlarda isə yolların buz bağlama ehtimalı var.